Salam izləyicilərimiz, klinikamızda aparılan fizioterapevtik seanslarımızdan əlavə manual və visceral terapiya kimi seanslarımız da mövcuddur ki, bu seansların köməyi ilə onurğa sütununda baş vermiş lordoz, kifoz, skalyoz, osteoxondroz, radikulit, protruziya, sinir sıxılmaları, yəni disk sürüşməsi kimi problemləri aradan qaldırmaq mümkündür. Bundan əlavə visceral terapiya seansımız da mövcuddur ki, bu seansın köməyi ilə uzun zaman pəhriz saxlayaraq kəskin çəki itirmə, ağır fiziki işlə məşğul olma, travmalar, yüksəkdən yıxılma kimi hadisələr zamanı baş vermiş iç orqanlarının sallanması, buna mədəni xüsusilə qeyd etmək lazımdır. Bu daxili orqanların sallanmasını aradan qaldırmaq mümkündür. Seanslarımızdan faydalanmaq istəyən şəxslər səhifəmizdəki WhatsApp nömrələrinə və yaxud da rəy bölmələrinə yazaraq klinikamıza yaxınlaşa bilərlər.